Bismillahirrahmanirrahim. Elhamdülillah vahde ve salatu ve selamu ala men la nebi ba'de. Allah size bereket versin arkadaşlar. Hoş gördük. Allah subhanahu istediği ki meclisimizi mübarek meclislerden eylesin. Burada kısa olarak fayda götürək. Yusuf suresinden, xüsusən ki indiki vaxtımızla əlaqəli bu məsələ. Bu da nədir? İnsanın fitneler zamanı öz Rəbbinə sığınmağı. Fitneler zamanı öz Rəbbinə sığınmağı. Çünkü Peygamber sallallahu aleyhi ve sellem sahabelerine tövsiye edirdi ki, dua eləsinlər, Allah subhanahu ta'ala sığınsınlar. Nədən? Fitnelerden. Teavvezu billahi minel fiten. Fitnelerden Allah'a sığının. Çünkü bəzən fitneler gələndə ümumi gəlir. Şəxslərə gəlmir. Gələndə hamını aparır. Salihdir, talihdir, yaxşı əməl sahibi, pis əməl sahibidir, baxmır. Hamısını aparır. Ona görə Rəbbimiz Azza və Cəllə Quran-ı Kərimdə Ənfal surəsində buyurur ki: "Vettaqu fitneten la tusibennellezina zalemu minkum xassa." O fitneden qorxun ki, o sizə gələndə ümumi gəlir. Şəxslərə gəlmir. Hamını aparır. Aydındır. Va'lamu ennallah şədidul iqab. Bilin ki, Allah Subhanahu şiddətli haqq hesab çəkəndir. Şiddətli haqq hesab çəkəndir. Ona görə alimlər deyirlər ki, insan daimi fitnələrdən sığınmalıdır. Rəbbinə. Çünki bəzən fitnə gələndə hamını aparır. Baxmır salihdir, talihdir. Xüsusən də alimlər deyirlər, axır zamana doğru fitneler çok olur. İster mal fitnesi olsun ki, ümmetin esas fitnesi mal fitnesidir. İster kadın fitnesi olsun, ister diğer fitneler olsun. Bunlar en ağır fitnelerdendir. Ona göre kısa olarak Yusuf suresinde Yusuf Aleyhisselam'ın imtihanla bağlı bir fayda götüreceği ki, İmam Sa'd Rahimahullah Yusuf suresinde bu ayeye talik eləyərək, dikkat çekerek, əlavə buyurur ki, yani Yusuf Aleyhisselam'ın kissesinden, yani hikayesinden en büyük faydalarından da biri odur ki, en yenbaghi lil abdi en yeltece ilallah indel havful vukul fil fiten vel ma'asi. İnsan fitneler vakti ve günaha düşen günahlar vakti Allah'a sığınsın. Ona payına yaparsın. Ma'as sabri vel ictihad fil bu'di anha. Neyle beraber? Çalışmakla beraber hemen günaha düşmemek ve sabırlı olmakla beraber. Yani insan çalışmalıdır ki günaha düşmesin, onun sebeplerine yakın gitmesin, şer yerlerden uzak dursun ve çalışma da bununla beraber kime sığınmalıdır? Allah'a sığınıp bundan kömək istemelidir. Çünkü zaten dilimizde bundan bunu talep edilir bizden. Fikir Allah subhanahu Kur'an-ı Kerim'de buyurur. İyyâke na'budu ve iyyâke nesta'in. Yalnız sana ibadet edirik ve yalnız senden kömək isteyirik. Hamımızın bildiğimiz hadis orası. Fərz namazlarında 17 defa okunan. İçerisinde. İyyâke na'budu ve iyyâke nesta'in. Biz yalnız sana ibadet edirik ve yalnız senden kömək isteyirik. Çünkü ibadet özü neyle olur? Allah'ın köməyindən olur. Ona göre deyir ki, ibadet gayədir, məqsəddir. Kömək istemək isə vəsilədir. Allah'tan köməsi bize kömək eləsin ibadet eləməyə. Çünkü ibadet bile onun köməyi olmadan olur. Ona göre Peygamber sallallahu aleyhi ve sellem Muaz bin Cebel'e öcətli dua elədi. Allahümme e'inna ala zikrike ve şükrike ve husni ibadetike. Allah'ım sen neylemeye? Zikirlemeye, şükürlemeye ve sana güzel şeyler ibadet etmeye, mənə kömək elə. Aydındır. Yusuf Aleyhisselam da o zaman ki kadınların fitnesinden üzböz kaldı. Dedi ki, Kâle Rabbi sicnu ehabbu ileyye mimme yed'ûneni ileyh. Ey Rabbim, zindan benim için onların çağırdığından daha sevimlidir. Onların çağırdığı nədir? Günahdır. Bu ise nədir? İmtihandır. Zindana düşəcək. Günaha düşməkdən bu insan böyle qorxmalıdır. Ki zəlal yoxdur. Bu imtihan olsun ama günaha düşməyəsən. Dedi, zindan benim için onların çağırdığından daha yaxşıdır. Zindan da öyle şey değil. Azadlıktan, yani şey bakımından dünyadan əlaqən kəsiləcək, çölə çıxabilməyəcək, azadlıktan məhrum olacaqlar və s. Sonra buyurur ki, əsas da burada, bu dərsimizdə məqsəd bu ayədir. Bu hissəsi də ayənin. Və illə təsrif anni keydəhunna. İllə təsrif anni keydəhunna. Əgər sən, Allah'a deyir ki, əgər sən onların hilələrini məndən uzaqlaşdırmasaydın, əsbu ileyhinnə, onlara meyil eləyərdim. Və əkum minəl cahilin və cahillərdən olardım. Zindanı seçməsinə baxmayaraq, günahdan uzaq durmama, onlara meyil etməsinə baxmayaraq yenə Allah'a qaytarırsın ki, sən uzaqlaşdırdın məni. Sən uzaqlaşdırmasaydın, mən onlara meyil eləyərdim. İmam Sa'd Rahimahullah buyurur ki, və innəl abdə
La havle ve la kuvvete ve la ismete illa billah. Həqiqətən qulun Allahın köməyi olmadan qorunmağı, nəsə etməyi mümkün deyil. Fəl-abdu mə'murun bi fi'lil mə'mur. Qul əmr olunan şeyləri yerinə yetirməklə, qadağanlardan çəkinməklə mükəlləfdir. Və sabr aləl məqdur. Nəyə? Səbirləməklə ona təqdir olunana. Amma nə ilə? Mə'al isti'anə bil məlikis şəkur. Amma nə ilə? Kimdən kömək istəməlidir? Allahdan. İnsana vacibdir. Əmrləri yerinə yetirsin, qadağanlardan çəkinsin və səbirləsin. Amma nə ilə? Həmdir nə ilə? Allah Subhanahu kömək istəsin. Çünki yəni fitnəyə düşməmək adında Allahın köməyinə olur. İtaətləri yerinə yetirmək Allahın köməyinə olur. Onun gibi bəzi tərəflərdən yapıyor ki, əgər Allah olmasaydı, yəni Allahın köməyi olmasaydı, biz nə namaz qılardıq, nə oruç tutardık, nə zəkat verərdik. Hamısı onun müvəffəqiyyətidir. Əl-müvəffəq mən vəffəqəhullah. Müvəffəq Allah müvəffəq elədiyi kimsədir. Əgər müvəffəqiyyətdən məhrumsansa, deməli onda günahlarına baxmalısan. Onun gibi bəzi tərəflər deyirdilər ki, günahların çoxluğu müvəffəqiyyətin azlığına səbəbdir. Çünki günahlı üçün müvəffəq ola bilmirsən. Xeyir əməllərə. Və insan baxmalıdır. Ona görə Allah rəhmət eləsin, böyük alim, alləmə, imam Şeyx Albani, Allah ona rəhmət eləsin, qəni. Buyurur ki, rahiməhullah, deyir, Huzeyfə İbn-i Yəmənin o fitnələr barəsində dediyi söz bugün hal-hazırki halımızı ən yaxşı vəsf eləyən rəvayətlərdəndir. Ki, Huzeyfədən soruşurlar ki, radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi ve sellemin sirdaşı ki, insan nə vaxt bilir ki, fitnəyə düşüb? Huzeyfə radiyallahu anh cavab verir ki, dünən haram gördüklərini bugün artıq halallaşdırırsa və yaxud da eli yerinə yetirirsə, dünən halalları indi haramlaşdırırsa, o artıq fitnəyə düşüb. Aydındır. İnsan öz-özünü sorğusal deməlidir. Vaxt var dedin, filan şey olmaz, indi onu yerinə yetirirsən. Vaxt var getmirdin həmin yeri, indi gedirsən. Vaxt var itaətlər var idi, indi eləmirsən. Deməli, sən artıq fitnəyə düşmüsən. İstəsən də, istəməsən də. Rahiməhullah buyurur Şeyx Albani, Huzeyfə İbn-i Yəmənin bu sözü günümüzün ən halımızı izah edir bizə. Sən o qədər ki, mən düşməmişəm. Sizdən o filan şey haram görürdün. Dedin, ad gün olmaz. İndi özün eləyirsən. Sən fitnəyə düşmüsən. Dedin, iki məclisdən getmək olmaz. İndi oturursan. Aydındır. Dedin, batil əhlinə oturulmaz. İndi oturtdurursan. Demək, sən fitnəyə düşmüsən artıq. Ona görə insan nə etməlidir? Rəbbinə pənah aparıb fitnələrdən Allah'a sığınmalıdır. Allah'tan istəyir ki, bizi bütün fitnələrdən qorusun. Gizlin, aşkar, bildiyimiz, bilmədiyimiz və bizi öz dinində sabit eləsin. Və bizi bütün xeyirləri müvəffəq eləsin. Allah'tan günahlarımızın bağışlanmasını istəyirik. Subhanakallahumma və bihamdik. Əşhədü ən la ilahe illə ente estağfiruke və etûbü ileyk. Və sallallahu əleyhi və səlləm Muhammedin və alə alihi və sahbihi ecmaîn. Allah razı olsun.